Başladıq. Birinci sualdan başlayırıq. Copyright işarəsi nəyi ifadə edir? Bu sual informasiya təhlükəsizliyi mövzusuna aid olan bir sualdır. Bu işarə müəlliflik hüququnun qorunmasını işarə edir. Burada e, dairənin içində də ola bilər, mötərizənin içində də ola bilər, adi dırnağın içində də ola bilər. Yəni bu C hərf copyright sözünün ilk simvoludur, ilk hərfidir. Müəlliflik hüququnun qorunmasını. Tutaq ki, kimsə öz kitabında bu işarəni qoyubsa, o demək ki, o müəlliflik hüququ birbaşa ona məxsusdur. Onun icazəsi olmadan həmin vəsaitin üzünün köçürülməsi, artırılması, satışı qadağandır və bu dövlət səviyyəsində bir cinayət məsuliyyəti yaradır. Yəni bu işarə müəlliflik hüququnun qorunmasını bildirir. Hələ ki, nəzəri suallarda ziyanverici proqramların kompüterə daxil olması nəticəsində nə baş vermir? Ziyanverici proqramlar dedikdə viruslar nəzərdə tutulur. Nələr baş vermir? Deməli, viruslar nə edir? Kompüterin proqram təminatına müxtəlif ziyanlar vurur. Kompüterin işləməsində ləngimələr olur. Öz-özünə, kompüterin öz-özünə yanıb sönməsi olur. Fiziki olaraq sıradan çıxması olmur. Fiziki olaraq sıradan çıxması o deməkdir ki, onun texniki təminatına bir ziyan dəysin. Amma texniki təminatına ziyan dəymir axı. Məsələn, tutaq ki, əgər o zədə görərsə, nə bilim, topda çox qalarsa, əlimizdən yerə düşərsə, su dağılarsa, texniki olaraq ziyan görər də bu. Amma normalda virus proqrama ziyan vurur. Yəni, doğru cavab olacaq C variantı. Antivirus proqramlarının növünə aid deyil. Antivirus proqramlarının növünə aid olmayanlar deməli, hansıdır? Antivirus proqramların növünə aid olmayanlar casuslardır. Detektorlar, vaksinlər, müfəttişlər, süzgəclər bunlar antivirus proqramlarıdır. Antivirus proqramları nədir? Antivirus proqramları virus əleyhinə olan proqramlardır. Virus nədir? Virus ziyanverici proqramlar. Casuslar isə viruslara aiddir, dəyərli həmkarlar. Casuslar viruslara aiddir. Çünki adından da göründüyü kimi casusun vəzifəsi, virusların vəzifəsi deməli kompüterdə olan məlumatları kopyalayıb öz sahibinə göndərməkdir. Doğru cavab olacaq A variantı. İnsanın qəbul etdiyi informasiya forması hansıdır? İnformasiya formasına görə iki cür olur, analoq və rəqəmsal. Təbii ki, analoq informasiya təbiətdə olan informasiyadır və heç bir analoq informasiya haqqında nə deyə bilərik? Analoq informasiya kodlaşdırılmır, kodlaşdırmaya məruz qalmır. E, Analoq informasiya sonsuzdur, kəsilməzdir. İnsan da təbii ki, analoq informasiyanı qəbul edir. Kompüterin qəbul etdiyi informasiya isə rəqəmsal informasiyadır. Rəqəmsal informasiya kəsiləndir, yəni diskretdir, kodlaşdırılır, kodlaşdırmaya məruz qalır. Necə kodlaşdırılır? Sıfır və birlərlə kodlaşdırılır. Kimin sualı varsa dərhal müdaxilə edə bilər təbii ki. İnformasiyanın ötürülməsi prosesində aşağıdakilərdən hansı rabitə kanalı kimi istifadə oluna bilər? Əslində bu sualda biraz qüsur var. Müəyyən bir qüsurlar var. Burada doğru cavab, dəyərli həmkarlar, doğru cavab nitqdir. Yəni, informasiya, müəllim danışır, şagirdlər qulaq asır. Müəllim burada informasiya mənbəyidir. Şagirdlər informasiya qəbul edicidir. Müəllimin nitqi isə informasiya ötürücüsüdür. Amma informasiya mübadiləsi mövzusuna aiddir bu. İnformasiya mübadiləsi informasiyanın bir yerdən digər yerə ötürülməsi prosesinə deyirlər. Bu informasiya mübadiləsi iki formada baş verir. Analog formada, rəqəmsal formada. Analog formada baş verərkən 4 mərhələ, 5 mərhələdən ibarətdir. İnformasiya mənbəyi, informasiya demək kodlaşdırma, ötürücü, rabitə kanalı, dekodlaşdırma, bir də qəbul etmə. Analog mühitdə baş verərsənsə 3 tərəf iştirak edir. İnformasiya mənbəyi, ötürücü, bir də qəbul etmə, qəbul edən. Rabitə kanalı deyilirsə, mütləq şəkildə rabitə kanalı deyilsə, bu da söhbət rəqəmsal informasiyadan getməlidir. Analog informasiyada rabitə kanalı sözü ifadəsi düzgün deyil. Rabitə kanalı deyilirsə, o rəqəmsal informasiyaya aiddir. Ona görə də nitq rabitə kanalı biraz düzgün gəlmir əslində, amma burada doğru cavab nitq götürülür. A variantı. İnformasiyanın xassələrini seçin. İnformasiyanın hansı xassələri var? Diskretlik informasiyanın xassəsidirmi? Deyil. Diskretlik bəs nəyin xassəsidir? Alqoritmin xassəsidir.
Nəticəvilik informasiyanın xassəsi deyil, alqoritm xassəsidir. Obyektivlik informasiyanın xassəsidir. Nədir obyektivlik? Obyektiv olur ki, şəxsi fikirdən asılı olmayan informasiya. Müəyyənlik informasiyanın xassəsi deyil, alqoritmin xassəsidir. Aktuallıq informasiyanın xassəsidir. İnformasiya indiki zamanda baş verməlidir. Kütləvilik informasiyanın xassəsi deyil, alqoritmin xassəsidir. Doğru cavab oldu 3 və 5. A variantı. Hansı şifrələmə metodunda həm şifrələmədə, həm də deşifrələmədə eyni açarlardan istifadə olunur? Deməli, dəyərli həmkarlar və hörmətli abituriyentlər, şifrələmə və deşifrələmədə deməli var, simmetrik şifrələmə var. Bir də asimmetrik şifrələmə var. İndi simmetrik şifrələmə nədir? Asimmetrik şifrələmə nədir? Bunlar haqqında mən istəyirəm qısa bir məlumat verim. Deməli, simmetrik şifrələmədə deməli, şifrənin qoyulmasında və açılmasında, deşifrələməsində eyni açardan istifadə olunur. Eyni açardan istifadə olunur, hər kəsə məlumdur. Asimetrik şifrələmədə isə iki fərqli açardan istifadə olunur və ikinci tərəfə deməli açar məlum deyil. Məsələn, tutaq ki, belə deyək də, bizim məktəbimizdə, bilmirəm nə dərəcədə düzgün yanaşma edəcəm, bir neçə informatika müəllimi var və bizim ümumi üçümüzə, dördümüzə bir kompüterimiz var. Və biz kompüterimizə parol qoymuşuq. Hər kəs o kompüterdən istifadə edir. Mən də istifadə edirəm, Yalçın müəllim də istifadə edir, Cəfər müəllim də istifadə edir, Məmməd də istifadə edir, Məmməd müəllim də istifadə edir. Mən dərsim olmayan, gəlməmişəm, Yalçın müəllim də bilir kodunu, gedir, girir, kodunu yazır, girir, istifadə edir. Cəfər müəllim də bilir, Leyla müəllimə də bilir. Bu simmetrik. Amma tutaq ki, kompüter mənim şəxsi kompüterimdir. Mən ona kod qoymuşam, onu heç kim bilmir. Bax, bizim hər birimizin şəxsi hesabımız var da. Sizin də Facebook, nə bilim, YouTube, digər hesablarınız var, mənim də. Amma onun kodunu biz qarşı tərəfə vermirik. Bu adlanan asimetrik şifrələmə. Simmetrikdə isə kod hər kəsə məlum olur. Açar hər kəsə məlum olur və burada doğru cavab olur D variantı simmetrik şifrələmə. Biometrik informasiya əsaslanan mühafizə sistemlərinə aid deyil. Deməli, burada üzün təsvirinə görə tanıma aiddir. Gözün quzeyli qışasından şəklinə görə tanıma aiddir. Nitqin özəlliklərinə görə tanıma aiddir. Finqoda görə tanıma aid deyil. Ovucun cizgilərinə görə tanıma aiddir. Çünki bu, istər üzün təsviri olsun, istər nitqin özəlliyi olsun, istər biometrik olsun, burada yəni hər bir insan üçün fərqlidir də. Yəni mənim gözümün quzeyli qışası ilə Məmməd müəllimin gözünün quzeyli qışası eyni deyil. Mənim barmaq ucumla Leyla müəllimin barmaq ucu eyni deyil. Yəni bu fərqlidir. Düzdür, Finkod da fərqlidir, amma burada biometrik ki, hansı məlumatda informasiya obyektiv deyil? Əvvəlcə gəlin bu suala izah axtaraq, cavab axtaraq. Obyektiv informasiya dedikdə nəyi nəzərdə tutulur? Obyektiv informasiya odur ki, informasiya hər kəs tərəfindən qəbul edilsin. Məsələn, elə bu yaxınlarda bir neçə gündən bundan qabaq artı sertifikasiya cəlb olunan müəllimlər üçün sınaq təşkil edir. O sınaq kimlər üçünsə asan da oldu, kimlər üçünsə orta səviyyəli oldu, kimlər üçünsə çətin oldu. Tutaq ki, mən deyirəm ki, çətindir, kimsə deyə bilər ki, orada nə çətinlik var ki? Kimsə, məsələn, tutaq ki, mən deyərəm asandır, kimsə deyər ki, müəllim asant deyil. İndi bazar günü mənim elə abituriyentim oldu ki, 29 dənə yazdı, elə abituriyentim oldu ki, 10 dənə yazdı. 29 dənə yazan deyir ki, müəllim, normal idi suallar, 10 dənə yazan deyir ki, müəllim, çox dəhşət idi, çox çətin idi. İndi bu obyektiv deyil, hər kəsin öz baxış bucağı var burada. Obyektiv olur ki, hər kəs tərəfindən obyektiv eyni qarşılansın. İndi deyək ki, hansı obyektiv deyil? Pişiyin 4 pəncəsi var. Bu obyektiv informasiyadır. Kim deyə bilər ki, pişiyin 3 pəncəsi var? Küçədə havanın temperaturu 22 dərəcədir. Bəli, əgər həqiqətən də havanın temperaturu 22 dərəcədirsə, bu temperaturu ölçənlə göstərir ki, 22 dərəcədir. Müəllimin 45 yaşı var. Müəllimin 45 yaşı var. Bəli, bugün hava çox istidir. İnformasiyası obyektiv deyil. Niyə obyektiv deyil? Ona görə ki, ola bilsin ki, mənə görə hava istidir. Kimsə deyə bilər ki, yox, isti deyil. Adam var ki, məktəbə pencəkdə gəlir. Adam baxanda ürəyə sıxılır. Adam da var ki, adi köynəklə gəlir. İndi ona görə isti deyil, mənə görə istidir. Mən pencək geyə bilmirəm. Yəni, burada obyektivlik xassəsi odur ki, hava istidir. Mən deyirəm, hava istidir. Kimsə deyəcəm, mənim hava isti deyil, axı, normaldır. Burada fikirlər hasalanır. Hasalandısa, obyektivlik xassəsi pozulur. Mülahizələrdən hansı yanlışdır? Kitab informasiya daşıyıcısı ola bilər, əlbəttə ki.
informasiyanı özündə daşıyır. Kağız qrafik informasiya daşıyıcısı ola bilər, kəfən qrafik informasiya daşıyıcısı ola bilər, disket qrafik informasiya daşıyıcısı ola bilər, simsiz rabitə kanalı qrafik informasiya daşıyıcısı ola bilər. Burada doğru cavab, yəni olacaq, simsiz rabitə kanalı qrafik informasiya daşıyıcısı ola bilər. Bu fikir yanlışdır. Digərləri isə doğrudur. Qrafik informasiya nədir? Qrafik informasiya e, şəkillərdən söhbət gedir. Rabitə kanalı sadəcə olaraq ötürür. O özündə saxlamır ki. Xeyr. İnformasiyanın qrafiki təqdim edilmə formasına aid deyil. Qrafiki, deməli, qrafik dedikdə şəkil, sxem, diaqram, xəritə bunlar qrafikdir. Telefon danışığı qrafik deyil, bu səs informasiyasına aiddir və doğru cavab oldu A variantı. İnformasiyanın səs formasında ötürülməsi vasitələrinə aid etmək olar. Təbii ki, sadə bir sualdır. Söhbət radiodan gedir. İnformasiya səs formasında təqdim etmək olar. İnformasiyanın səs formasında saxlanması vasitələrinə aid etmək olar. Diskdə informasiya səs formasında saxlanılır. Mağazanın adı yazılmış lövhə, jurnal, tarix dərsliyi, qəzet. Sualımız belədir ki, informasiyanın audio formasında saxlanmasına aid etmək olar. Təbii ki, disk. Çünki diskdə informasiya səs formasında saxlanılır. Amma mağazanın adı yazılmış lövhədə mətn formasında olur. Jurnalda mətn formasında ola bilər. Tarix dərsində qrafik şəkil var, mətn formasında ola bilər. Qəzetdə həmçinin. A variantı mənim. Papirus, diplom, kitab və kompakt disk arasında ümumi cəhət nədir? Bunların hamısının ümumi cəhəti informasiyanın saxlanmasıdır. Papirus kağızlarında da informasiya qədimdə saxlanılır. Diplomda da, kitabda da, diskdə də. Ümumi orta cəhətləri informasiyanın saxlanmasıdır. Kimin nə sualı varsa, zəhmət olmasa buyursun, fikir bildirsin. Metroloji stansiyada ətraf mühit parametrlərinin ölçülməsi hansı növ informasiya prosesidir? İnformasiya prosesi nədir? İnformasiyanın üzərində aparılması mümkün olan əməliyyatlar ardıcılığıdır. İnformasiyanın üzərində dəyərli həmkarlar 4 əməliyyat aparma olur. İnformasiyanın toplanması, informasiyanın saxlanması, informasiyanın ötürülməsi, informasiyanın emalı. Toplanması, saxlanması, emalı və ötürülməsi. İndi metroloji stansiyada ətraf mühit parametrlərin ölçülməsi hansıdır? Əlbəttə ki, toplanmasıdır və bizim ətraf mühit parametrlərini ölçülüksə məlumatı əldə edirik də, toplayırıq. Burada Y variantıdır. İnformasiya saxlama vasitələrinə aiddir. Prosesor. Prosesor nədir? Prosesor kompüterin emal qurğusudur. Beyni adlanır. Məlumatları emal edir. İnformasiya saxlayırmı? Saxlamır. Avtomobilin hərəkət sürətini ölçmə cihazı. İnformasiya ötürücüsüdür. Baxıram ki, maşınım 150 ilə gedir, 50 ilə gedir. Saxlamır axı. Optik disk, bəli. Optik disk informasiyanı saxlayır. Rabitə kanalı xeyr, simsiz rabitə kanalı xeyr. Hansı informasiya daşıyıcısına aid edilmir? Hansı? Təbii ki, prosesor. DVD informasiya daşıyıcısıdır. Kağızda informasiya daşımaq mümkündür. Flash yaddaş, eyni zamanda maqnit. Prosesor informasiya daşıyıcısı deyil. Mətni bir dildən digərinə tərcümə etmək nəyə aiddir? Bu, çox məşhur sual tipidir. İnformasiyanın emalına və ya kodlaşdırılmasına aiddir. Çünki Azərbaycan dilində mən deyirəm ki, sizi Azərbaycanda görməkdən şadam. Bu sözü ingilislərdən gələn qonağa tərcümə edirlər. Eyni mənim fikrimi deyir. O demir ki, səni Azərbaycanda görməkdən çox pis oldum. Nə deyirəm, onu tərcümə edir də. Forma dəyişir, məna dəyişmir ki. Bəli, bu adlanır informasiyanın emalı prosesi. Bir dildən başqa dilə tərcümə olursa, emaldır. Emal özdə kodlaşdırma və dekodlaşdırma olaraq iki qrupa alınır. Sezar şifrindən hər bir əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən hərflə istifadə əvəzlənir. Edərək direktor sözünə uyğun gələn simvollar yığını seçin. Deməli, dəyərli həmkarlar, Sezar şifri deyilənə görə yazılı mənbələrə istinad eləsək, qədim Yunan sərkərdəsi Yuli Sezarın dövründə yaradılmış və bugünkü günümüzdə gəlib çatan bir şifrələmə metodudur. Sezar şifrələməsinin məqsədi məlumatın şifrələyərək kənar şəxslərin onun təhlükəsizliyi kənar şəxslərdən qorumaqdır. Yəni, kimsə onu düşmən əlinə keçərsə, kənar şəxslərdən onu oxuya bilməsin. Necə şifrələnir? Hər bir simvol müəyyən mövqe özündən sonraki simvollarla əvəz olunur. Sezar şifrələməsində bizə sual 3 formada təqdim olunur.
Birinci forma, bax bu sual forması biraz demək olar ki, ən mürəkkəbi budur. İkincidə bizə açarı verir. Açarı əsasən biz özümüz tapırıq. Üçüncüdə isə söz verir, onun kodunu verir. O sözü və koda əsasən biz açarı müəyyən edib başqa bir sözü kodlaşdırırıq. Amma bu tipli sualda necədir? Deyir ki, direktor sözü kodlaşdırılıb. Direktor sözü kodlaşdırılıbsa, mənə açar verməyib. Mən açarı özüm tapmalıyam. Burada variantlarla tapacaq təbii ki. Variant, bu tipli suallar heç vaxt variantsız ola bilmir. Direktor sözü indi birinci bir yoxlamalıyım. Bəxtimiz gətirsə A variantı da çıxacaq, gətirməsə E variantına çıxacaq. İndi o baxır bizim bəxtimizə. Deməli, D hərfi C hərfi ilə, tutaq ki, A variantını yoxlayıram da əvəz olunub. Baxıram əlifbaya. D C ilə əvəz olunubsa, deməli, e, 1, 2. Deməli, onda mənim açarım mənfi 2 olmalıdır. Yəni, hər bir hərfi özündən sonra 2 hərf geri çəkməliyəm. Aha, əgər A variantıdırsa. Sonra i-dən də 2 hərf geri getsəm, normalda nə olmalıdır? Bir x-ya gəlməlidir. Hələ ki, düz gəlirik. R-dan da 2 hərf geri getsəm, nəyə gəlməlidir r-dan? 1, 2, ö-yə gəlməlidir. Hələ ki, düzdür. Deməli, hansı hərfi qoda D, I, R. E-dən 2 hərf getsəm geriyə 1, 2, C-yə gəlməlidir. Hələ ki, düzdür. K-dan 2 hərf geri getsəm K-mız hardadır? İnşallah gözüm görsə deyəcəm. K 1, 2, I-yə gəlməlidir. Düz gəlir. D, I, R, E, K. Deməli, T-dan indi getməliyik. T-dan 2 hərf geri getsəm düzmü getdik? D, I, R, E, K. K-dan getdik 2 hərf geriyə. K-dan i-yə gəlməlidir. Düzdür? İndi t-dan 2 dənə getməliyik. T-dan 2 dənə gedəndə t-dan s-ya gəlməliyik, amma s deyil. Deməli, o zaman bu variant doğru gəlmədi. Onda keçirik A-nı kodlaşdırmağa. Hə, deməli, D hərfi E hərfi ilə əvəz olunubsa, başladıq bir də təzədən. Deməli, hər bir hərf özündən sonrakini əvəz olunub da, K-mız olur 1. Aha. D E ilə əvəz olunub. I ilə əvəz olunmalıdır. I əvəz olunmalıdır. J ilə. Bəli, hələ ki düzdür. R əvəz olunmalıdır. R-dan bir hərf S ilə. Düzdür. E əvəz olunmalıdır. Ə ilə. Düzdür. K əvəz olunmalıdır. Q ilə. Düzdürmü? Bir hərf sonra edirik də. Düzdür. K, D, I, R, E. K əvəz olmalıdır Q ilə. Amma burada Q deyil axı. Deməli, onda bu da deyil. Gəldik C variantına. D hərfi Ə hərfi ilə əvəz olunub. Baxaq D ilə Ə-nin arasından vəziyyətə. Baxın, D buradadır, Ə buradadır. Deməli, onda K-mız olur 2. Deməli, hər bir hərfi 2 dənə sağa sürüşdürəcəm. D Ə ilə əvəz olunub da. İ nə ilə əvəz olunmalıdır? İ, J, K ilə. Aha. R ilə əvəz olunmalıdır. S, Ş ilə. S, Ş ilə. Bu Ş-dımı, S-dımı? Deyəsən S-da axı. Onda bu da deyil. Gəldik D variantına. Deməli, D hərfi Q hərfi ilə əvəz olunubsa, D-dan X-ya 1, 2, 3, 4, 5 dənə. Onda K-mız 5-ə bərabərdir. Onda I ilə əvəz olunmalıdır. 1, 2, 3, 4, 5 M ilə. Aha. R ilə əvəz olunmalıdır. 5 dənə sürüşdürəcəm. 1, 2, 3, 4, 5 Ü ilə. E ilə əvəz olunmalıdır. 1, 2, 3, 4, 5 X ilə. D, I, R, E. K ilə əvəz olunmalıdır. 1, 2, 3, 4, 5 O ilə. D, I, R, E, K. T ilə əvəz olunmalıdır. T. 1, 2, 3, 4, 5 Z ilə. D, I, R, E, K, T. O ilə əvəz olunmalıdır. O 1, 2, 3, 4, 5 Ş ilə. R ilə əvəz olunmalıdır. Ü ilə düzdür. Deməli, müəllimlər, doğru cavab D variantıdır. Yəni, bir hərf neçə məsafə dəyişdirilibsə, digər hərflər də o qədər olmalıdır axıra qədər. Bu, Razı müəllim, olar mı bir dənə sual verim? buyurun. Deməli, burada bu direktor sözü var. Olmaz ki, biz belə eləyək. Birinci hərf D gəlir.
Deməli hesablayırıq ki, əvvəldən axıra qədər də D-yə qədər neçə dənə hərf gəldi? 5 dənə hərf gəldi. Aha. Deməli o birislərdən də hamısından üzü o yana 5 dənə olacaq. Elə test tapmaq olar da. Bəs Olar eləncə. biz eləmədik. Yox, bir-birinə mənası var olar, bir-bir elə baxmağa da. Elə bir dəfəlik belə test taparıq da. Necə Olmaz elə. mən necə Bax, yəni? məsələn, D hərfi burada beşinci gəlir də Hı ardıcıllıqda, hı. düzdür? Bəli. Beşinci gəldi. Sonra baxırıq i-yə. İ-ni deməli i-dən üzü sağ tərəf 5 dənə baxırıq, tapırıq o hərfi. Hı Sonra hı. r-ya baxırıq, 5 dənə sağa tərəf tapırıq o hərfi. Tez tapırıq, şey deyirik Bir də, dili qeyd edirik. tapdı da, müəllim dili Bəli, tapdı da. mən də elə Hə, elədim də. siz deyirəm bir-bir bu Yox, baxma. yox, bilirsiz mən izah eləyirik ya deyirəm onu. Hər mən də Hı. axıra Yox qədər müəllimə, müəllim o başqa şeydir Razı müəllim. Müəllimə başqa şey deyir, amma müəllimə bu təsadüfən 5-ci oldu ya D hərfi. D hərfi 5-ci oldu, özündən sonrakılar da 5-ci deyə müəllimə ona görə deyir. Müəllimə bəlkə bu D hərfi hansısa hərf 3-cüdür, amma ara məsafə ondan sonraki hərf 8 olacaq. Bu təsadüfən belə oldu. Amma çoxsunda mən görmüşəm belə bir həmişə şey. 5-ci olur. Yəni ki, yo, Deyirsən, 5-ci Yox, olmur, yo. olmur. Müəllim, məsəl üçün 20-ci Sözdən sualda asılıdır. müəllimənin dediyi kimi qaydada deyil, o təsadüfi çıxan bir şeydir. yox, yox Hə, müəllim. hə, Həmişə təsadüfdür. o halda həmişə alınmır. İndi burada amma burada rahatdır. Bax özü şifrəni verib. Açarı verib. K6-dır. X-dan 6 dənə sağa sürüşdürək. X-dan 6 dənə sağa. 1 2 3 4 5. M ilə başlayacaq. M ilə başlayacaqsa digərləri ilə onda silək də onu. Bax 6 dənə bir də baxım mən biraz gözüm zəif görür. X-dan 6 dənə sağa gedək. X hardadır? 1, 2, 3, 4, N 5, ilə başlayır, 6. N N ilə ilə. üzr istəyirəm. N ilə başlayacaq. Bir də baxım. 6 dənə H-dan 6 dənə sağa getdikdə H 1, 2, 3, 4, 5, 6 N ilə. Onda N ilə başlayan variantları saxlayaq, qalanları silək. Aha. İndi A hərfinə baxaq. A-dan da 6 dənə getməliyik. 1, 2, 3, 4, 5, 6 C. İkinci hərfimiz C olacaq. Bu H-dır deyəsən. Həm H-dırsa bunu da çıxdıq. İndi R-dan 6 dənə gedək. 1, 2, 3, 4, 5, 6 X olmalıdır. Qalır. D-dan 6 dənə gedək. D-dan 6 dənə getdikdə 1, 2, 3, 4, 5, 6 J olmalıdır. J-dırsa çıxdı da onda budur da səhv eləmirəm. Bunlar onda çıxdı. Doğru cavab C variantı. Bu tiplər asandır. Biraz bunlar vaxt aparandır. Müəllim, orada bir də bir üsul deyim. Əvvəllə sonuncu hərfi də biz müəyyən etsək tapmaq olur. Məsələn, direktor sözünün D hərfini tapsaq, R hərfini tapsaq, elə variantlarda tapacağıq onu. Yəni daha tez ixtisar eləyə bilərik variantları. Mən Bir-bir sizi tamamilə yoxlamaq ehtiyacı. anlayıram, amma mən sizi tamamilə anlayıram müəllimə. Amma müəllim ola bilsin ki, Burada orta qaydada ciddi düzgün nəzərdə ardıcıllıqla verilməsin. yəni mən bunu demək izahını normalda belə deyim də imtahanda daha yaxşı olar ki sürətli tapaq. Amma ola bilsin ki kimsə bunu birinci dəfə eşitdi deyə mən bunu yəni xırdalıqlarına qədər izah eləmək istəyirəm müəllimə. Mən sizi tamamilə başa düşürəm. Yox, Bakı aydındır. mənzil Mən müəllim, sadəcə davam edin. asan yola görə dedim ki, yəni Vaxt əldə gedir. tapmaq olar. Kurikulum sözündə hər bir hərf əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən hərflə əvəzlənib. Yeni şifrə aşağıdakı kimidir? İndi burada K-nı N ilə əvəz edibsə, onda biz əvvəlcə K-nı tapaq görək K-mız nədir? K-nı N ilə əvəz edibsə 1, 2, 3, 4. K-mız 4-dür. Digər hərflərə baxmırıq da, yəni aydın düz gələcək. İndi biz informatika sözünü tapmalıyıq. 4 dənə bir də baxaq. 1, 2, 3, 4-dür, bəli. İndi gəlin informatika sözünə i-ni baxaq 4 dənə. 1, 2, 3, 4. L olacaq. L-dırsa artıq bunlar getdi. N-dan 4 dənə sağa çəkək. 1, 2, 3, 4. R olacaq. F-dan 4 dənə. 1, 2, 3, 4. X olacaq. İ-ni, F. O-dan 4 dənə çəkək. 1, 2, 3, 4. S olacaq. Çıxmadı. L, R, X, S. Hələ yox. İ, N, F, O. O-dan 1, 2, 3. Deməli, İ, N, F, O. O-dan 4 dənə getdi mi? 1, 2, 3, 4. Hə. R-nı edək. 1, 2, 3, 4. U, İ, N, F, O, R. Üstünə yazaq da. İ, N, F, O, R. İndi M-nı 4 dənə çəkək. Bunun da üstünə düşdü. M-nı çəkəndə 4 dənə. 1, 2, 3, 4. P-ya düşdü. L, R, X, S, up. L, R, X, S, up. Hə.
İ, N, C F, variantı uyğun R, M. gəlmişlər. A'dan 4 dənə getdi. 1, 2, 3, 4. D. Deyəsən çıxdı. Deyəsən çıxdı. C variantı. Bəli. Burada nızı verilib, o şifrə nızı ulu. Onda onun bir mənası yoxdur burada. Nızı Ee, ulu. mənası var. Biz ona görə tapdıq müəllimə. Krükum sözünün izahatda Kırık müəllimə sözündən bu alınıb. şifrəsidir. Birinci hərfi baxdığımızda K-dan N alınıbsa, deməli o birisilər də eyni olmalıdır da. Eyni. Ona vaxtımız bir hərf gəlibsə, deməli hamısı gələcək orada. Yəni K-nı tapdım 4. Ehtiyac yoxdur. O birisi hərflərini də yoxlamaq olar əslində. Python sözündəki hər bir hərf özündən 4 mövqe məsafədə yerləşən hərflə işarələnmişdir. K-mız burada 4-dür. Şifrələnmiş mətni tapın. Şifrələnmiş mətni tapın. Deməli, Python sözü hər bir hərf 4 mövqe məsafədə yerləşmiş hərflə işarələnmişdir. P-dan 4 dənə getdikdə 1, 2, 3, 4 biz açmalıyıq da şifrəni. T, Deməli, P, T 1, hərfinə. 4. T, hamısı T ilə başlayır. Y-dan gedəcək 4 dənə. 1, qayıtdıq əvvələ 2, 3, 4. C, T-dan 4 dənə gedəcək. Sadəcə T-dan, mən o birləri uca eləməyin də. C. Baxın, 2 dənə yuxarıdakı 2 dənə eynidir. Ona görə gəlirik, axırda o hərfinə baxın da. Axırda gəlin n-nı eləyək görə nə ilə qutaracaq? 1, 2, 3, 4 r ilə qutaracaq. T, C, r ilə A qutaracaq. hərfi. A variantıdır, bəli. Daha tez tapdıq. Razi müəllim üzr istəyirəm. Orada mən başa düşmədim. Axı Pythonda y hərfi, y-ni necə hesablamalıydıq? Yəni bu üzə çəkməliyik, hara çəkməliyik onu? Bax o Hər mən o qalıbdı bir də Hər bir yazmadım. Sağa doğru, Y-dan sağa doğru. Hər bir hərfi 4 dənə sağa. 4 dənə sağa müəllimə. Y-dan 4 dənə gedir, buradan sayırıq, əlifbanı verib axı. Y-dan sonra 1, tutardı axı, qaydıq əvvələ. 2, 3, 4. Olur C hərfinə gəlir düşün. Aydın oldu? Hə, mən başa düşdüm. Lap başdan gəlirsən aynen bəri. Hə, aydındır, aydındır. Kodlaşdırma sözündəki hər bir hərf əlifbada özünə müəyyən mövqe məsafədə yerləşən hərflə əvəzlənib, hansı simvol yığını kodlaşdırma sözünün şifridir. Əlifbadakı simvollar ardıcıllığı budur. Yenə də bu birincidə elədiyimiz formasındadır. Bir-bir hamısını yoxlayacaq. Deməli, A variantı, A variantını yoxlayırıq. K-dan P-ya gəlibsə, 1, 2, 3, 4, 5, 6, 7. K-mız onda 7 olacaq. O-dan 7 dənə sürüşdürdükdə 1, 2, 3, 4, 5. O zaman dəqiqə K-dan getdik, P olubsa 1, 2, 3, 4, 5, 6, 7. İndi O-dan 7 dənə getdikdə O-muz 1, 2, 3, 4, 5, 6, 7. U hərf olacaq. Sonra D-dan 7 dənə gedək. 1, 2, 3, 4, 5, 6, 7. X hərfi olacaq. Yəni P, U, X hərfi olacaq. Hamısı eyni hərflə başlayır da. Bu daha rahat olacaq əslində. X hərfi olacaq. Onda bunları çıxdıq. Çünki 7 gedir yaxı. D-dan 7 dənə getdikdə 1, 2, 3, 4, 5, 6, 7. X hərfi olacaq. Hamısı eyni hərfin olması bizim köməyimizdir əslində. L-dan 7 dənə getdikdə 1, 2, 3, 4, 5, 6, 7. S hərfi olacaq. Çıxmadı. Çıxdı deyəsən. Razım mənim axırıncıya baxaq. Yox, hələ. Çıxdı axı. Aha, B variantı müəllim. B. Çıxdı, bəli. Müəllim üzr istəyirəm. Bu nə bildiniz ki 7-dir? 7-ni hardan aldınız? 7-ni müəllim mən variantlara əsasən biz müəyyən etdik də. Baxın bu bir-bir variantları hamısını bax burada da o tipli sual var idi. 19. Amma 19-da biraz çətin idi ki, hər fərqli söz idi. Burada baxırıq ki, məsələn tutaq ki, A variantını götürürük. K, P olubsa, biz də baxırıq ki, K ilə P arasında əlaqə nədir? 7. O zaman K-nı 7 götürürük. Amma bunların hamısı eyni hərflə olduğuna görə artıq biraz işimiz rahat oldu da.
Yəni variantlar bu tipli sualı açıq formada olmaz. Bax bu tipli sualları açıq formada yazmaq olar, açıq qoya bilərlər. Amma bu tipli sualları əgər bizə açar verilməyibsə, onun nəticəsi şifrələnmiş başqa bir şey verməyibsə, ancaq bağlı formada olur. Windows sözü Sağ ol. Sağ ol. Windows sözündəki hər bir hərf əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən hərflə əvəzlənir. Hansı simvol yığını Windows sözünün şifridir? İndi başlayacaq A variantından. Deməli burada Z hərfindən başlayırsa 1, 2, 3. Onda bizim K-mız 3-ə bərabərdir. İ hərfindən 3 dənə sağa sürüşdürək. 1, 2, 3. Deməli 3-dürsə 1, 2, 3 Z. Deməli İ-dən 3 dənə getdikdə 1, 2, 3 L-ya gəlməlidir. Amma bu deyil. A variantı deyil. Gəldik B variantını yoxlamağa. Deyir ki, W hərfi B hərfinə əvəz olunur. Gəlin W ilə B arasında olan əlaqəyə baxaq. Hara getdi, çıxdı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Razi müəllim, niyə? Sağdan Mən sola gedin də. 5 deyil. 1, 2, 3, 5 müəllim düz. Hə, belə gedək, düz deyirsiniz. Mən gec gedim. 1, 2, 3, 4, 5. K-mız oldu 5. İndi i-dən 5 dənə gedək. 1, 2, 3, 4, 5 N. Onda bu variantı da sildik. Bu da olmayacaq. Aha, bunlar yeni gəlir. N-dan 5 dənə gedək. 1, 2, 3, 4, 5 S. B-N, S. Onda bunu da çıxdıq. D-dan 5 dənə gedək. 1, 2, 3, 4, 5 i-yə gəlir. Onda çıxdı da D variantı. Yəni B-N-sı sonra y gəlir, amma i-yə gəlməlidir. Doğru cavab D variantı. Nə aydın olmadısa, zəhmət olmasa deyin, yenidən izah edeyim. Razi müəllim, bəyək əvvəldə sual olmuşdu, simmetrik, asimetrik şifrələmə. Deməli, mən belə başa düşdüm də, simmetrik şifrələmədə bir açar, asimetrikdə 2 dənə açar olur da. Bəli, bəli. Hə, çox sağ olun. Bəli. Bir tək ki, burada K5 dedik də, 5 qədər 5-cini götürmürük. 5-dən sonra 6-cı simvolu götürürük. Özü mənim. 5-cinin özü. Əgər 5-dirsə özünü götür. 5-cini götürürük artıq. Hə? D-dan məsəl üçün Razi müəllim, niyə D oldu ki o? Niyə D bəndə oldu? Axı D-dan gələndə o hərf B S eləmir də axı. Mən yenidən link atıram. Siz yenidən qoşulun. 1 dəqiqə qalır da. Yəni 40 dəqiqədən bir bitir. Niyə olduğunu inşallah qoşular. Mən yenidən izah edeyim. İndi başlasa 1 dəqiqəyə çatmayacaq. Yenidən